Hər şahmat oynayanın peşəkar səviyyədə şahmat oynaması vacib deyil. Lakin şahmat bir sıra önəmli vərdişlər uşaqlara aşılayır. Bu məntiqi və analitik düşünmə qabiliyyətidir. İlk öncə uşaq şahmat oynayarkən düşünmə vərdişi onda formalaşır və düşünmə vərdişindən sonra artıq o hər gediş edəndə onda seçim, alternativ düşüncə yaranır. O düşünür ki, mən bu gedişi etsəmmi yaxşıdır, yoxsa bu gedişi etsəm yaxşıdır. Və bunun fonunda uşaq gedişi edərkən onda əlavə olaraq məsuliyyət hissi yaranır. O başa düşür ki, mən bu gedişi edərkən səhv edə bilərəm. Bu gedişin məsuliyyətini almalıyam. Bundan əlavə uşaq səbr etməyi öyrənir. Uğursuzluqla qarşılaşanda o başa düşür ki, hər zaman uğur qazanmaq olmaz. Yola davam etmək lazımdır, nəticə çıxartmaq lazımdır. Əgər bunların hamısını edə bilsə uşaq, bunlardan nəticə çıxarıb öyrənə bilsə, onda özünə inam və motivasiya yaranır ki, bu da gələcəkdə onun üçün əvəzedilməz bir müəllim olacaq.